Əgər İranın uranı sağdırsa, bu deməkdir ki, ABŞ uduzudur. Əgər hücumdan öncə İran onu təhlükəsiz bir yerə köçürübsə, bu deməkdir ki, ABŞ daha pis uduzub. Salam əziz izləyicilər, mən Məhəmməd Hüseynov bir daha sizi Bulaq TV-də xoş gördüm. Qeyd etmək istəyirəm ki, Bulaq TV-nin YouTube kanalı platforma tərəfindən silinmişdi və bir müddət bizim fəaliyyətimiz dayanmışdı və artıq yeni bir kanalla sizin huzurunuza geri qayıtmışıq. Sizin dəstəyinizi, paylaşmağınızı və abunə olmağınızı sizdən xahiş edəcəyim. Bəli, qayıdaq mövzumuzə. 12 günlük müharibədə hamının bildiyi kimi Amerika İranın nüvə stansiyalarına müəyyən hücumlar elədi və bu günlər ən çox təbliğat aparılan sözlərdən biri Fordo tam məhv edildi sözüydü ki, Amerikanın prezidenti tərəfindən bəlkə yüzlərlə dəfə hər yerdə və hər bir münasibətdə onu qeyd etməyə çalışır. Amma 3 fakt var. Əgər məhv olubsa, bu 3 fakt onun ziddiyyətini göstərir. 1. Radioloji sızma olmadı. Yəni hücumdan sonra heç bir radioloji sızma müşahidə olunmadı və ikincisi, İran Fordonun qapılarını açmır. Fordonun üzərində böyük bir dağıntılar var, çünki ABŞ-ın hücumundan öncə də oranın üzərinə və girişlərinə İsrail dəfələrlə hücumlar etmişdi və İran heç bir reaksiya göstərmir və onların üstünü açmağa və aşağı gedib çatmağa heç bir cəhd göstərmir. Və üçüncü ziddiyyət də budur ki, ABŞ rəsmiləri və nüvə beynəlxalq agentliyi çox sərt şəkildə baxış tələb edirlər. Yəni ora gedib, nəzarət edib, uranların talihini bilmək istəyirlər. Bu da onu göstərir ki, ABŞ-ın nə baş verdiyi haqqında tam dəqiq məlumatı yoxdur. Ona görə də bu 3 fakt bir sual yaradır. Fordoda tam olaraq nə baş verdi? Bu sualın cavabını 2 senaryoda biz cavablandıra bilərik ki, hansı baş veribi siz izləyicilər özünüz qərar verin. Birinci senaryodan qabaq istəyirəm ki, bir məsələyə qeyd edim. Bildiyiniz kimi hər bir hücumun müəyyən bir hədəfi var və ABŞ-ın bu obyektlərə hücumundan 3 hədəfi var idi. Birinci hədəfi oradakı maşınları, yəni santrifüjları tam məhv etsin və İranın nüvə zənginləşdirilməsini, tempini öldürsün və sıfıra çatdırsın. İkinci hədəfi 441 kiloqramlıq uranı tam məhv etsin və yox eləsin. Üçüncüsü, bu iki hədəfi həyata keçirdikdən sonra İranın danışıqlarda və müzakirələrdə əlini boşaltsın. Necə? Belə deyək ki, İran ABŞ-la birdən danışıqlara oturmaq istəsə, belə bir reaksiya olacaq ki, sən artıq nə uranın var, nə zənginləşdirmə maşınların var, nə obyektlərin var və sənin nüvə sənayen tam məhv edilib, əgər problemlərini həll edib, sanksiyalarını götürməyinin tələbin eləyirsənsə, gərək başqa bir mövzuda bizlə razılaşasan. Və təbii ki, o da nədir? İranın raket sənayesi. Necə ki, ABŞ rəsmiləri, o cümlədən Xarici İşlər Naziri dəfələrlə İranın raketləri haqqında fikir bildiriblər və 500 kilometrdən aşağı mənzilli olduğunu tələb ediblər. Ki, bu da həmən şeyə çox möhkəm bir sübutdur. Bəli, indi qayıdaq o senaryolara və ehtimallara. Birinci ehtimal budur ki, zərbə yararsız olub. Yəni, salonlara zərbə çatmayıb. Və bu senaryo üçün və bu ehtimal üçün də 3 səbəb var ki, onu gücləndirir. Birinci budur ki, radioloji heç bir siqnal yoxdur. Yəni, elə bir siqnal yayardı ki, heç bir şəkildə onu gizlətmək mümkün olmazdı. İkincisi də budur ki, maşınlar tam məhv edilməyib ya çox cüzi bir ziyan görüblər. Niyə? Çünki maşınların, yəni santrifüjların qorunduğu yer 80-100 metr arası yerin altındadır və necə yerin altındadır? Sadə yerin altında deyil. O, qorunmuş və bunker səviyyəsində 80-90 metri, 100 metri bir məsafədədir ki, heç bir bomba, hətta Amerikanın işlətdiyi o son texnologiyası belə ora çatmağa gücü yoxdur. Yəni, nəticə alırıq ki, texnologiya bazası tam salamat şəkildə qalır və İran o maşınlardan istifadə edərək zənginləşdirməsinə davam edə bilər. Və əgər tam məhv reallıq olsaydı, indi nə beynəlxalq atom agentliyi bu qədər baxış tələb etməzdi, israrla
oranı təzə nəzarət qaytarmağını istəməzdi və nə də Vaşinqtonda bu qədər narahatlıq səviyyəsini müşahidə etməzdi ki, İranın nüvə sənayesi haqqında müharibədən və o hücumdan neçə aylar keçməsinə baxmayaraq hələ də o haqda müzakirələr olunur, hələ də ABŞ prezidenti o haqda danışır və bu söhbəti bağlamırlar. O deməkdir ki, hətta onlar üçün qaranlıqdır ki, Fordoda tam olaraq nə baş verir. İkinci ehtimal da budur ki, İran hücumdan əvvəl Fordonun içindəki o dəyərli maşınları və o uranı təhlükəsiz digər bir yerə köçürmüşdü. Və əgər bu hadisə baş versə, ABŞ üçün bu daha ağır bir zərbədir və daha ağır bir məğlubiyyətdir. Niyə? Çünki əgər maşınlar əvvəlcədən köçürülübsə, bu deməkdir ki, həm uran 441 kiloqramlıq uran hal-hazırda tam sağ vəziyyətdədir və təhlükəsiz bir başqa yerdə o uranlardan və o maşınlardan istifadə edib öz zənginləşdirmə layihəsinə davam edə bilər. İkinci məsələ, əgər bu hadisə baş vermiş olsa, budur ki, ABŞ boş salonu vurub. Zərbə bir mediada və bir təbliğat olaraq çox böyük bir əfsanə yaratdı ki, Amerikanın B2 təyyarələri gəldilər, İranda belə bir əməliyyat həyata keçirdilər və çox böyük bir dağıntı yaratdılar. Amma içəridə nə vurulub? Heç nə. Bu ABŞ üçün çox biabırçılıqdır ki, bu qədər xərclə, bu qədər tədbirlərlə, çünki bilirsiniz də, neçə dənə B2 başqa yerdən uçdular, neçəsi gəldi Orta Şərqə, bəziləri başqa yerə, o qədər orada aldadıcı əməliyyatlar etdilər ki, bu əməliyyatı həyata keçirsinlər. Və əgər boş salonu vurmaq üçün bu qədər bunlar tədbir görmüş olsalar, bu Vaşinqton üçün böyük bir biabırçılığa qələm alına bilər. Və İran hal-hazırda çox qaranlıq bir oyun oynayır. Dağıntılar altındadır, görəcək bir şey qalmayıb, ora getmək təhlükəlidir. Bu cavablarla Beynəlxalq Atom Agentliyinin ora nəzarəti və baxışının qabağını alır və onlara mane olur və tam şəkildə İranın nüvə proqramı hal-hazırda çox qaranlıq və müəmmalı bir halda davam edir və heç kəs bilmir ki, orada nə baş verib. Nəticə də budur ki, ABŞ nə uranları məhv edə bilib, nə oradakı santrifüjları məhv edə bilib və nə İranın əlini boşalda bilib və o yüzdən ABŞ üçün məğlubiyyətdir. Amma birinci senaryodan fərqli olaraq burada məğlubiyyətdən başqa bir biabırçılıq və rüsvayçılıq da ABŞ üçün qeyd olunur. Hal-hazırda növbəti sual budur ki, Fordo obyekti hal-hazırda nə vəziyyətdədir? Fordo ola bilər ki, obyektin strukturları ola bilər müəyyən zərbələr alıb, amma iç funksiyaların taleyi hələ də qaranlıqdır ki, orada nə baş verir və bu qaranlığı da yaşadan və yaradan məhz İranın özüdür. Və nə uranın məhv olduğu, nə də santrifüjların sıradan çıxmağı haqqında heç bir məlumat yoxdur. Əksinə dəlillər göstərir ki, ya heç bir zərər almayıblar, ya çox cüzi bir şəkildə və çox ciddi olmayan bir xəsarətlə İran oradakı nüvələri və santrifüjları sağ çıxıb. Və İran indi kənara bir mesaj verir. Sən bilmirsən nə vurmusan, amma mən bilirəm nə gizlədirəm. Yəni Fordoda sən nəyi vurubsan, nəyi vurmayıbsan, nə dərəcədə başarılı olubsanı tam şəkildə bilmirsən, amma mən nəyi gizlədirəm, harda gizlədirəm və nə dərəcədə olduğunu bilirəm. Yəni Vaşinqtona psixoloji şəkildə təzyiq. Əksinə, hal-hazırda İranın əli daha da doludur ki, danışıqlara əgər getmək istəsələr ki, Ayətullah Xamenei cənabları buyurdular ki, biz ABŞ-la heç bir danışığımız yoxdur. Amma əgər danışıqlara getmək olsa, İran hal-hazırda əli daha da doludur. Çünki çox müəmmalı və qeyri-aydın olan bir nüvə stansiyası və uranları hal-hazırda İran üçün çox böyük bir silaha dönüb. Əziz izləyicilər, bunların hamısı senaryolardır və ehtimallardır ki, biz onları müxtəlif yerlərdən toplayıb bir araya gətirdik. Amma bildiyimiz yeganə şey budur ki, ABŞ-ın 3 hədəfinin heç biri həyata keçməyib. İndi siz də fikirlərinizi bildirin. Sizcə İranın obyektinin və santrifüjların və uranın taleyi nə olacaq?